Hazırda ölkə ərazisində soyuq, küləkli, şaxtalı hava müşahidə olunur. Bəs belə hava nə vaxta qədər davam edəcək? Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın açıqlamasını izləyək. Fevralın 10 səhər saatlarına olan məlumata əsasən, hazırda ölkə ərazisində yağıntı və küləkli hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələr isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahbuzda 37, Qaxda 25, əksər rayonlarda isə 6 sm-də qeydə alınır. Bir sıra ərazilərdə isə güclü şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakı-Abşeron yarımadasında 25, Şahdağ və Neftçalada 20, Daşkəsən və Naftalanda isə 18 metr/saniyədə güclənir. Bugün fevralın 10-u və 11-də Bakı-Abşeron yarımadasında fasiləli yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə sulu qar yağacaq. 10-da yağıntıların qısa müddətdə intensivləşəcəyi ehtimal olunur. Güclü şimal-qərb küləyi 11-i gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 2-5 dərəcə isti olacaq. Bölgələrdə də 10-u və 11-də yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə qar yağacaq. Ayrı-ayrı rayonlarda isə yağıntıların intensivləşəcəyi ehtimal olunur. 11 axşam saatlarından yağıntılar tədricən kəsiləcək. 12-si Bakı-Abşeron yarımadasında və bölgələrdə hava şəraiti mülayimləşəcəyi, əksər yerlərdə yağıntısız hava şəraiti müşahidə olunacağı gözlənilir. 10-u və 12-sində yağıntılı və şaxtalı hava şəraiti əlaqədar olaraq əsasən dağlıq və dağlıqlı rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.